səhvlərinizi deyin görək. Ona qədər burada yazmışam. 21-ə qədər. 18. Hə, 18 lazımlı testim. Deməli, she put deyibdir. Put feili, put, kat. İndiki zamanı, keçmiş zamanı eyni formada olan feildir. Bəs bunun indiki yoxsa keçmiş olduğunu necə biləcəm? Mübtədaya baxıram. She, üçüncü şəxsin təki. Əgər indiki zaman olsaydı, put feilinin sonunda s olardı. Demək, bu keçmiş zamandır. Keçmiş zamanın məchul növü was və participle to ilə düzələcəkdir. B variantı getdi. Votdan sonra gəlməlidir ərən artıqı. Votdan sonra, bəli, nida cümləsində, bəli. C variantı were-dən sonra been gəlibdir. D variantı was were yoxdur. E variantı was were yoxdur. Qalır cavabım A variantı. Yenə deyirik, put əgər indiki zamanda olsaydı, mübtədam üçüncü şəxsin təkidir. Sonunda SES olardı. Demək, bu keçmiş zaman. Sonra 21. 21. Discovered idi, keçmiş zaman, was were. B variantında was were yoxdur. A variantı were-dən sonra been gəlib. C variantı are-dan sonra been gəlib, salar. E variantı will gəlibdir. Qalır cavabım D variantı, were discovered. Sonra deyin görək səhvləri. 32-yə qədər var. 27. Deməli, the servant, mübtədaların bir gəlməz, yəni eyni olmaz. C getdi, D getdi. Clean daxırında idi var, keçmiş zamandır. Was were, A variantında was were-dən sonra been gəlib. B variantında was were yoxdur. Qalır cavabım E variantı. 30-a baxaq. Jane used idi, keçmiş zamandır. Keçmiş zamanın məchul növü was və participle to. A variantı was-dan sonra been gəlib. C variantı was və yoxdur. Getdi, qaldı cavabım B variantı. Was və participle to. Dərsə baxaq. Süleyman, oradan dur. 20 neçə? 27 baxaq görək. 27 nə idi? 27-də servant mübtədalarım eyni gəlməz. C getdi, D getdi. Cleaned idi, keçmiş zamandır. Was və olmalıdır. E variantı, bəli. E variantı. Sonra 40 var. Aha. Oradan durmadın axı Süleyman. Dur, başqa yerdə otur. Ay, mübtədalarım eyni. İndi sən sakit durma da orada. Mübtədalarım eyni olmaz. Aynen E variantı getdi. Gave keçmiş zamandır. Testi yazmışdın Süleyman? Xeyr. Gave keçmiş zamandır. Was və participle to gəlməlidir. B variantında was və yoxdur. C variantı were-dən sonra been gəlib. Qalır cavabım D variantı. Ay Süleyman. Səni elə qaralasalar yaxşı da Süleyman. 42. Mübtədalarım eyni olmaz. Murad, testə bax. A variantı getdi. D variantı getdi. Change, idi var, keçmiş zamandır. Was və lazımdır, E variantı. Ay Süleyman, nə olub? Şok olmuşsan. Sonra 48. Aha, 48-də isə Ali. Deyir ki, məchul növdə olan cümlələri seç. Məchul növdə cümlənin olması üçün nə lazımdır mənə? Bir üstə gəl, participle to lazımdır. Am is are participle to, was were participle to, am is are was were üstə gəl, being participle to, have has had been participle to, modallar üstə gəl, be participle to. A variantı doğru cavabdır. Bəs digərlərində problem nədir? Didn't şeyə veribdir. To be participle to yoxdur. C variantında to be participle to yoxdur. D variantında izdən sonra participle to gəlməyib, sifət gəlibdir. E variantında to be yoxdur. Qaldı cavabım A variantı. Başa düşdün Salih? Bu aydın nədir? Genişləndirmək. 48-də bir də deyirəm ay bala. Da sən testinə gələk onu. 54-də. 54-də nə olub ey Süleyman? D mübtədalarım eyni gəlməz. D variantı E variantı.
Və cümləmin xəbəri Murad. Will publish. Gələcək zamandır. Gələcək zaman məchul növü necə düzəlir? Will be participle to. A variantında yoxdur. B variantında B yoxdur. Qalır cavabım C variantı. Sonra 79-a qədər var. 63. Diqqətli olun, sual cümləsidir. Did hansı zamandır? Keçmiş zaman. Keçmişin məchulu necə olur? Was və participle to. Qızlar, səs var. A variantında been gəlibdir. B variantında been gəlibdir. E variantında being gəlibdir. Qaldım C ilə D-nin arasında. Mübtədam D idisə, eyni ola bilməz mübtədalarım. D-də getdi. Qaldı cavabım C variantı. Çünki being gəlibdir. Axı mənim cümləm did sadə keçmiş zamandadır. Davam edici olsaydı mən being verə bilərdim. Yuxarıdakı məlum növdəki cümlədə mən ing görməliyəm ki, variantda being verim. Sonra 79-a qədər. Salih, səhvin yoxdur. Bəs niyə demirsən? 67. Aha. What to do indiki zamandır. To, əmizar participle to. A variantında əmizar yoxdur. B variantında əmizar yoxdur. D variantında yoxdur. C qaldı, E qaldı. A'dan sonra bin gəlməz. Qalır cavabım C variantı. Oldu mu? Sonra 79-a qədər. 5. 5 sonra da 7. Deyir ki, məchul növdə olan cümlələri seç. Cümlənin məchul növdə olması üçün nə lazımdır, Salih? To be, üstə gəl, participle to düsturu lazımdır. A variant, bir ödəyir, bəli, were written. To be participle to'dur. Ancaq 2-də to be participle to düsturu yoxdur. Baxın, knows gəlib, used gəlib, to be participle to yoxdur. 3-də var, was used, bəli, götürdüm 3-ü. Amma 4-də yenə də to be yoxdur, participle to yoxdur. Qaldı 1 ilə 3 D variantı. Sonra 77-də. Yenə deyir ki, məchulda olan cümlələri seç. 1-də nə səhvdir? Has been given'dır. Has been participle to olmalıydı. Sonra 4 səhvdir. Has got veribdir. Məchul deyil. 2. Maria was given. Who was given. What will Maria be given. 2, 3, 5 bəli. E variantı doğrudur. Məchulun bütün düsturları ödəyibdir. Var. Sonra 79. Axır ki çatdıq 79-a. 79-da sent keçmiş zamandır. Was və participle to lazımdır. Tamamlığım some information'dır. Some information gəlib cümləmlə. Mübtədaların biri olmaz, eyni olmaz. 3'ləri əvvəlcə atım. A gedir, bu gedir, E gedir. Bir də hər ikisində var. 2 ilə 4'ə baxacağım. Aha, uşaqlar, orada atdığım mübtədam nədir mənim? Nəsə orada qaynaşma var. Atdığım mübtədam nədir? V-dir. Mən atdığım mübtədanı məchulda yaza bilməyim üçün necə verməliyəm? Bəli, V-ni çevirəcəm, as edəcəm və qarşısında da mütləq by işlədəcəm. By as. 4 doğrudur. Amma bax ki, 2-də verib by dem. Axı mənim atdığım mübtəda deyil ki, mən ona by dem verim. 2 ona görə səhvdir. Qaldı cavabım C variantı. Bax, cümləyə baxıram ki, to dem verib. Mən o demin qarşısındakı to-nu ürəyim istəyən kimi atıb başqa söz önü gətirə bilmərəm axı. Cümlənin strukturunu dəyişə bilmərəm. Başa düşdünüz bunu? Sonra 84-ə qədər. 84-ə qədər var. 88. 88-də Fleming cümlənin mübtədasıdır. Mübtədalarım eyni olmaz. C variantını çıxdım. Discovered idi. Keçmiş zamandadır. Keçmiş zaman məchul növü was və participle to. E variantı olacaqdır. Sonra 92. Məchula çevrilməyən deyir ha. Cannot çevrilməyən. Çevrilməyənlər hansılar idi? Siyahıda olan feillərim idi. Sleep feili, sonra lie, run, walk, swim.
appear, disappear, like. Bunlar nədir? Məchula çevrilməyən feillərim. Live feili. Deməli, birdə görürəm ki, lie veribdir. Lie, bəli, məchula çevrilməyəndir. Lie götürdüm. Birim olmalıdır. Bir olmayanları çıxıram. Sleep, oversleep. Yenə, bu da məchula çevrilmir. 2-ni də götürdüm. 3-ə baxıram. Watch, izləmək. Nəyi? Yaxşı bir filmi. Görsən, bu cümlənin tamamlığı var. Tamamlığı varsa, o məchula çevrilir. Deməli, 3-ü çıxıram. 4-də cümləmin xəbəri nədir? Is, to be, to become. Bunlar da məchula çevrilməyəndir. 1, 2, 4-ü götürdüm. 5-ə baxıram. Buy, bought, almaq nəyi? Cheese, pendiri. Tamamlığı var. Tamamlığı varsa məchula çevrilir. 5-i də çıxdım. Qaldı 1, 2, 4 A variantı. Başa düşmədinizsə bir də deyim. Deyin görüm səhvlərinizi. 95-ə qədər. 98. Who cleans these rooms? İndiki zamanda əmizar participle to lazımdır. Və məchul növdə sual cümləsində deyirəm ki, to be ilə, be ilə participle to yanaşı gəlməz. Ortada nə gəlməlidir? Ortada mübtəda gəlməlidir. Mübtəda. To be ilə participle to sual cümləsində yanaşı gəlməyəcək. Yəni, köməkçi mübtəda xəbər şəklində gəlir də söz sırası. B variantında are-dan sonra been gəlməz. C variantında are cleaned yanaşı gəlib, ortada mübtəda gəlməli idi. C səhvdir. D variantında are cleaned ortada mübtəda gəlməli idi. E variantında yenə are cleaned yanaşı verib mübtəda gəlməli idi. Qalır cavabı A variantı. 101. İndi deyir ki, məchulda olan cümləni seç. Məchulda olması üçün nə lazımdır, Salih? To be participle to düsturundan biri ödənməlidir. Have been veribdir, amma late nə deməkdir? Geç, sifətdir. Participle to deyil axı. Birim getdi, c getdi, d getdi. Qızım, sən testin izahına bax da, sən nə yazırsan orada? To be participle to gəlməlidir. Deməli, birdə gəlməyibdir. Late, geç, sifətdir. Birləri atdım, c getdi, d getdi. Was used, bəli, to be participle to gəlibdir. Səhifə neçədəyik, Flora? Biz 57. Aç 57-ni, testi izlə. 3-də are asked, bəli, to be participle to yanaşı gəlibdir. To be var, participle to var, deməli bu cümlə məchuldur. Amma 4 məchul deyil, cümlə is there ilə başlayıbdır. Is there, there is there ifadəsi varsa bu cümlə məchul deyil. 4-ləri atıram, qalır 2, 3. Daha sonra başa düşmədiyiniz varsa deyin, təkrar izah edin. Deyin görək. 105-də. Yenə nə istəyir Salih bizdən? Çevrilən. Axı çevrilən sözü yoxdur orada. Change sözü yoxdur. Axı can be changed, cannot be changed demir axı. Məchulda choose deyib. Sənə hazır cümləni veribdir. Deyir hansı məchuldadırsa onu seç. Cümlənin məchul ola bilməsi üçün nə lazımdır? To be participle to lazımdır. Bəli, birdə var. Is gathered, to be participle to var. Ancaq ay sağ ol. Will be accepted 2-də də var. 3-də to be var. To be-dən sonra tasty sifət gəlibdir. Participle to yoxdur. 3-ü atdım. 4-də cümlə fresh sifətlə bitibdir. Məchul deyil. Cümlə sifətlə bitərsə, isimsiz yəli əvəzli ilə bitərsə, bu cümlələr məchul deyil. Cavab olur 1, 2, bu da olur A variantı. Başa düşmədisə bir də deyim. Sonra 113. Yenə deyir ki, məchulda olan cümləni seç. Məchulda olması üçün nə lazımdır? To be participle to. Bəli, 1-də is covered gəlibdir. 1-i götürdüm. 2-də cümlə de are-la başlayıbdır. Səhvdir. 3-də are performed. To be participle to gəlibdir. Götürdüm. 4-də safe nə deməkdir? Sifətdir. Cümlə sifətlə bitibdir. Məchul deyil. 1 ilə 3B variantı. Süleyman, testə baxırsan, neçənci testdəyəm? Bəli. Sonra 118. Deməli, yenə də məndən to be participle to düsturunu istəyir. Is listened. Bəli, to be participle to var. Birləri götürürəm. Was important nə deməkdir?
Nədir nitq hissəsi olaraq? Sifət. Cümlə sifətlə bitibdirsə məchul deyil. A da getdi. Was forbidden. Bəli, to be participle to gəlibdi. Doğrudur. 4-dən niyə səhvdir? Sifətdən. Ay sağ ol. Sifətlə bitibdir. Səhvdir. Qalır cavabın 1-3 C variantı. 120-də birinci sual sifət. 120. Yox, oak palıd deməkdir. Oak tree palıd ağacı. 2 səhvdir. Zeri-zera ifadəsi məchul deyil. 4 də səhvdir. Expensive bahalı sifətlə bitibdir. Məchul deyil. 1 düzdür, 3 düzdür. Şop da sifətdir. Şopa görə çıxmadım 2-ni. Şop RD-yə görə çıxdım. Şop sifət deyil, xeyr, mağaza deməkdir isimdir. Testə bax Salih. Sonra bitdi. 130-a qədər yazmışdınız, düzdürmü? İndi 131-dən desin Salih. Bəli, yenə məchulu tapırıq. 131-də məchul tapırıq. Bir üstəgəl participle to lazımdır bizə. Ay sağ ol, bəli. Bir də brilliant parlaq əla deməkdir, sifətdir. Sifətlə bitibsə məchul deyil. 4-də də were deyə, is deyə, are deyə, was deyə, were deyə. Bunlarla başlayıbsa cümlə məchul deyil. 4-lərim də getdi, qaldı 2-3 E variantı. Murad 132-ni də görüm. Bəli, Drew keçmiş zamandır. Was were lazımdır, B-ni çıxırıq. D-ni çıxırıq. Baxaq görək. Başqa o birlərdə səhv nədir, onu görək də. Eli, bax uşaqlar, the little boy mübtədamdır, Drew xəbərimdir, a circle da mənim tamamlığımdır. Deməli, nə olacaqdır? Circle gəlməlidir cümlənin əvvəlinə. A variantında stick, çubuq gəlibdir. C variantında yenə çubuq gəlib. E variantı doğru cavabdır. Çünki with a stick elə bəsit düşünün ki, mən cümləni, məlum növdəki cümləni poza bilmərəm, söz önünü dəyişib, istədiyim kimi söz önünü atıb. Çünki niyə? Bunun düzgün izahı budur ki, mən deyirəm ki, məlum növdə olan cümlənin mübtədasını atıram, tamamlığını tapıram, onu gətirirəm, atdığım mübtədanın yerinə yazıram. İndi deməli, mənim tamamlığım a circle-dırsa, cümləm a circle-la başlamalıdır. O da olacaqdır E variantı. Bəli, mənim cümləmin tamamlığı stick deyil axı. Stick mənim cümləmin tamamlığı ola bilməz Elmira. Çünki qarşısında with söz önü var. Mən cümləyə müdaxilə edib söz önü istədiyim kimi ata bilmərəm cümlədən. Yəni belə düşünün. Stick çubuq çəkilməyib baxı, çubuqla çəkilibdir şəkil. C variantı versəm deyirəm çubuq çəkilib dairəni qumda balaca oğlan tərəfindən. Sonra 133-də Flora desin. 133-də 2 səhv var. Bəli, 2 səhvdir. Was deyə ilə başlayıbsa cümlə məchul deyil. 3 də səhvdir, yerlik əvvəl. Bəli, ay sağ ol. 3 də səhvdir. Cümlə isimsiz yəli əvəzliyi ilə sifətlə bitərsə bu cümlə məchul deyil. Qalır cavabın B variantı. Leyla 134-ü də görüm. Yenə məchulu seç deyir. Choose məsələsi var. To be Bəli, were deyə ilə başlayıbdır. Baxaq da. 1-4, xeyr, B variantıdır Fidan. Original sifətdir, 3 də getdi, qaldı 1 ilə 4, bəli. 35-də Səbinə. Bir səhvdir, çünki expensive, bahalı sifətlə bitibdir. Bunda 3 də səhv. Ay sağ ol. Necessary vacib deməkdir Səbinə. Sifətlə bitibdir. C getdi, D getdi. Qaldı 2-4. Sonra 36. Mən nə səsləyirəm onu bilmirəm. Ay Süleyman 136-ya baxırsan bala. 136 başqasına vermişdim. Süleyman, sənə verirsə deməlisən işləməksən. İşlə. Bəli, işləməlisən Süleyman. Açıbdır ki Süleyman PDF-i. Oxu da sən. Flora denə. C variantı deməli 2-4. Baxaq görək də. Bir səhvdir, urgent təcili deməkdir, sifətlə bitibdir. 3-də experience təcrübəli deməkdir, sifətlə bitibdir. Qalır 2-4, C variantı. 37-ni də görüm Salih.
Keçmiş zamanı. Ay qızım, sən niyə inirsən interneti? Test yükləyib də telefon. Bir mesaj gəldi. Ay qız, testini yaz, sınavını yaz, imtahana gedəcəksən. 37. 37-də. Salihdə görüm 37-ni. Keçmiş zamanı. Aha, was və participle to olacaqdı. Aha, sonra. Və axırda nə görürəm? Sual işarəsi. Bu nə cümləsidir? Sual cümləsi. Sual cümləsində məchulda necə olur? Qaydam nədir? Ay, sağ ol. Köməkçi mübtəda xəbər. Digər bir deyimlə necə deyirik? To be participle to yanaşı gəlməyəcəkdir. Ortada nə gəlməlidir? Mübtəda gəlməlidir. Ortada mübtəda gəlməlidir. İndi baxır, ay sağ ol, bəli, E variantı. Yanaşı gəlib, B-də yanaşı gəlib, C-də word-dən sonra bin gəlib, D-də yanaşı gəlib, qalır cavabım E variantı. Murad desin 138-i. Yersə deyib dünən bu keçmiş zamanı. Was və pasportu. Aha. Was-dan sonra bin gəlməz, C variantın getdi. Və sual cümləsidir. Sual cümləsində nəyə diqqət eləməliyəm? Mübtəda. Yəni, to be ilə participle to arasında Admı. bəli, mübtəda gəlməlidir. B-də versent yanaşı gəlib, D-də yanaşı gəlib, E-də yanaşı gəlib. Qalır cavabım A variantı. 139 Leyla. Aha. E'ni çıxırır, qolla bir gəlməz. Aha. C'ni də çıxırır. Aha, was və yoxdur. E'ni də A'nı da çıxırır, qalır B'nədir. Orada da B'ni də çıxırır, çünki Z mübtəda. Ay, sağ ol. Mübtədalarım eyniyə gəlməz. A qalıb, D qalıb. İndi nəyə diqqət edirəm? Qolla bir gəlməz. Hə, qaldı cavabım D variantı. Heç orada bin olmasa da səhv olur. Çünki to deyib, A, ya veribdir. Söz önünü atıbdır. A da səhvdir. 140-da Flora. Keçmiş zamanları. Aha. Uzun olmadı. A variantında bin gəldi çıxır. D variantında A var. Aha. Sonra Digərləri D qaldı. variantı çıxır. Arasında mübtəda yoxdur. Bəli. Sonra C qalır, E qalır. Aha. E-də də arasında mübtəda yoxdur. Aha, bəli. To be participle to yanaşı gəlməz. Ortada mübtəda gəlməlidir. C var. Bəli, köməkçim gəlibdir. This chocolate mübtədam gəlib. Chocolate sweet mübtədam gəlibdir. Both-da xəbərim gəlib. Düzdür. 141 Səbinə testə baxaq. Yox. Soft nədir? Sifət. Sifətdir, bəli. Soft nə idi Salih? Yumuşaq deməkdir, sifətdir. Cümlə sifətlə bitibdirsə məchul deyil. Sonra ay sağ ol, 3-də də softla bitibdir. 3-də gedəcəkdir. Qaldı cavabım 2-dir. Fidan 142-də görək Fidan. Yenə də məchulda olan cümləni seç deyir. Bəli. Was-dan sonra participle to gəlməyib. Cümlə sifətlə bitib. Birlərim səhvdir. Yox, 2 was found. To be üstəgəl participle to. Murad testə bax. To be participle to gəlibdir. 2 düzdür. 3-də də Z was-la başlayıbdı. 3-də getdi. 2 4. Süleyman 143-ü də görüm. Bir getdim mən. Birdən. Aha, terrible. Sifətlə. Deməli, terrible getdi. 4-də də devozla ay sağ ol. 2 ilə 3 A variantı. Salih 144. Diqqətli ol, qəşəng testdir. Bəli, A-da vozdan sonra 1000 gəlib. Səhvdə A getdi. D-də də Bəli, izdən sonra 1000 gəlibdi. Səhvdə C-də getdi. Nə oldu? Cümləmin xəbəri made. Keçmiş zamandadır. Nə istəyir? Was və üstəgəl participle to istəyir. D variantında səhv nədir? Bir baxın görüm. D-də information. D-də başqa
Ay, sağ ol. Bir cümlədə iki inkar gəlibdi. Was inkardı, nobody veribdi. Gəldi. D da getdi. Qaldı C ilə E. Nəyə diqqət eləməliyəm? Noktadan D tamamlığı tam bir. Yox. İzdən sonra bin gəlir çıxır. Onu çıxmışam. Bu ilə E-də qalmışam. Uşaqlar, budur. Eydə zirifləmiş. Niyə ona görə səhvdir ki, sənin cümlən nobody inkardır. Məlum cümlən inkardırsa, məhculum da inkar olmalıdır. E variantı təsdiqdir, inkar verməli idi. E variantı getdi, qaldı cavabın B variantı. Aydındır. Sonra 145-də Flora de görüm. Dəyişəni istəyir. Aha, bu dəfə dəyişəcəkdir. Yəni sənin cümləmin tamamlığı olmalıdır. O siyahıdakı feillər olmamalıdır. Bunu birinci qayda tamamlıqla gedə bilərsən. İkinci addım siyahıdakı feillərlə gedə bilərsən. İndi hansını bilirsən sən? Bir düzlü. Bəli, çevrilir. Söndürdü. Nəyi? Forest fire, meşə yanğını. Tamamlığı varsa məhcula çevrilir. Birləri götürürəm. Ayşə ol. Take götürdü. Nəyi? Extra water. Əlavə suyu. Bəli, 2-ni də götürdüm. E variant doğrudur. 3-də walkdur. 4-də rundur. Bu feillər run qaçmaqdır. Walk gəzmək, yeriməkdir. Bunlar məchula çevrilməyənlərdir. 3-üm getdi. Qaldı E variantı. 146 Murad. Bəli, work feilindən sonra söz önü gəlib. Mən qardanı tamamlıq kimi götürə bilmirəm. 2 məchula çevrilmir. Məndən çevriləni istəyir. Onda 3-dür. Bəli, 3-4-dür. Washed, yudu, mended, təmir etdi. Nəyi? Clothes, paltarları. Tamamlığın varsa məchula çevrilir. 3-4. Bir də nə idi? Həb sahibi olmaq mənasındadır. Tamamlığı yoxdur. Deməli, məchula çevrilməyəndir. 47-də Süleyman de görüm 47-ni. Məhcula çevrilə bilən istəyir. 4 çıxardan oldu var. 4 çıxmır, 3 çıx. 4. Bir saniyə baxaq. Deməli, R veribdi. To become məhcula çevrilmir. 3-ləri çıxıram. A gedir, B gedir, E gedir. 2 var, dəqiq, ikisində də var. 4-də cook bişirir nəyi? Turkey, Hind toyuğunu. Tamamlığım var, məhcula çevrilir. 2 ilə 4-ü götürürəm. 1-də problem nədir? Smile, gülümsədi. Görsən, nəyi deyə bilmirəm. Tamamlığım yoxdur. Deməli, bir məhcula çevrilmir. C-ni atıram. Flora, 8. Məhcula çevrilməyəm. Siyahıda əzbərlədiklərimdən də ola bilər. Qarışdırırsam. Tamamlığı olanlar tapdı. Bax, to be əsas bir göz gəzdir, look feilidir. Warren, have, is, true. Feillərin altından xətt çək birinci. Gör orada siyahıda məhcula çevrilməyənlər siyahısında hansı var idi? Aha, görünmək mənasındadır. Məhcula çevrilmir. Have var, 3-ü götürdün. Bir də to be var, 4-ü götürdün. 1, 3, 4. İndi digərlərinə cavab bildik ki, C variantıdır. İndi digərlərinə baxaq görək. 2 ilə 5-də nə var? Baxırsan ki, 2-də Warren xəbərdar etmək kimi, Nick'i tamamlığı var. Deməli, məhcula çevrilir. 2-ləri atdın. 5-də də Drew çəkir nəyi? A flower, gülü. Gül tamamlığı var. Məhcula çevrilir. 5-i də atdım. Qaldı 1, 3, 4. C variantı. Sonra Make de çevrildi. yol çevrilir. Make hazırladı, düzəltdi. Nəyi? Sonra 49-da cannot çevrilməyənlər deyir. Stay qalmaq feili. Bax, siyahıda var. Stay qalmaq feili çevrilmir. Deməli, cavabda 4-üm olacaq. 2 de çevrildi. 2 də çevrilmir. Bəli, 2, 4. Annoys me. Nədir? Məni əsəbləşdirir. Nə? Kimi? Məni. Tamamlığım var. 3 gedir. 2 ilə 4. Süleyman 50. Bir qalır. Aha.
Bir 4. Ay sağ ol, 1-4. 2-də were, 3-də was. Cümlənin xəbəri to be-dir. To be məchula çevrilmir. 1-lə 4 A variantı. 51 Salih. Bax, tamamlığın varsa nəyi? Dondurmanı. Görsən tamamlıq var. Deməli, məchula çevrilir. 3 istəyir cavabımda. B gedir, C gedir. Sonra yenə tamam. Amma 2 deyirsənsə 2 səhvdə axı 2-dən prepare-dən sonra tamamlığım yoxdur. For parties. Mən for ata bilmərəm axı. Bu çevrilmir. 2-ləri atdım. Biri də götürə bilmirik daha. Walk gəzmir. 3-lə 4. Bir saniyə. Sual cümləsi deyil 2-də. What do you usually prepare? Nə hazırlayırsan? Hazırlayırsan nəyi? Tamamlığa sual verdiyinə görə cümlənin əvvəlindədir. Hə, walk yeriməkdir, gəzmək. Bu çevrilmir. 4-də də sit çevrilmir. Hə, 3 olur. 2 ilə 3. 2 ilə 3. D variantı. 2-də sual cümləsidir. Tamamlığım elə sual sözünün özüdür. Hazırlayırsan nəyi? Şənliklər üçün deyir. Adətən hazırlayırsan nəyi? 2. 3-də də nəyi? Ice cream, dondurmanı. 2-3, bəli. 52-də Səbinə. Çevrilməyən. Bəli, çevrilməyən istəyir. Siyahıdakı feilləri bilsə işimiz rahatdır. Bax, birinci bunun üçün feillərin altından xət çəkək. Took place, became, discussed, bir də borrow. Bu feillərdən hansı o siyahıda var? Ay sağ ol, become var idi. Bir də took place var idi. 1-lə 2. Yoxlayaq da görək cavabımız düzdürmü? Bu dəfə tamamlıq axtaram. Discussed, müzakirə etdi. Nəyi? Strategy, strategiyaları. Tamamlığı var. Məchula çevrilir. 3 artdım. Borrow, borc alır. Nəyi? The hammer, çəkici. Çəkici də tamamlıqdır. Tamamlığı varsa məchula çevrilir. Qalır 1-2 məndən çevrilməyən istəyir. 53 Süleyman. Birinci neyinirsən? Feillərin altından xət çək. Rain, happen, understood, made. Gör siyah. Ay sağ ol. 1-2 o siyahıda olanlar. 1-2 məndən də çevrilməyən istəyir. 1-2. Easily asanlıqla zərfdir. Axı orada 3-də understood başa düşdü nəyi? Rule, qaydanı. Tamamlığım var axı. Hazırladı nəyi? A new movie, yeni bir filmi. Tamamlığım var. Amma 1-lə 2 tamamlığı yoxdur. 54-də Süleyman dey görmə 54-dür yenə. Yenə birinci səndən cannot istəyir. Birinci xəbərlərinin altından xət çək. Sənin xəbərin arrived feili, look feili, did feili, heard feili. Ay sağ ol. 1-lə 2 bəli. Arrived çatmaq, look görünmək. Did etdi nəyi? İşi. Görsən tamamlığı var, çevirir. Heard eşitdi nəyi? Taqqıltını. Tamamlığı var. 1-2 C variantı. Salih bax görək 55-ə. Bəli, yenə xəbərlərin altından xət çək. Happen, build, boil, rain. Çevrilməyənlər. Ay sağ ol. 1-lə 4 bəli. Digərlərini görsən tamamlığı var. Tikir, qurur nəyi? Yuvanı. Qaynadır nəyi? Suyu. Tamamlığı varsa çevrilir. Məndən çevrilməyən istəyir. Murat 56. Bu dəfə yenə feillərin altından xət çək. 3-ü götürürük. Bəli. 3-ü bəli. Bir neçə səhvləri. 3. Biri nədir bəs? 4 bəli. 3-4 A variantı. Qoydu nəyi? Şilyapanı. Etdi nəyi? Səhvləri. Amma bir də happened var. Happened çevrilmir. Rise, rose çevrilmir. Təsirsiz feildir çünki. 57 Leyla de görün. Aha, took place çevrilmir. Birləri at. Ay sağ ol. 3-ləri at. Happened da çevrilmir. Bəli. Disappointed məyus etdi kimi? Mr. Black'ı. Collected topladı. Nədir? Signature imzaları. Görsən tamamlığı var. Rahatlıqla çevirirəm. 58 Flora.
Çevirməyənləri silin. Aha, feillərini tap altından xətt çək. Typed, appeared, leave, left, use istifadə etmək. Aha, 3'ü götürdüm. Bir də nə var? Ay, sağ ol. Bir də 2-ni. 2, 3 D variant. Görsən istifadə etdi nəyi? Yeni sözü. Type yazdı nəyi? Məktubu. Tamamlığı var. Varsa məchula çevrilir. Yoxdursa çevrilmir. 59 Süleyman. Deməli bu Süleyman sual cümləsidir. Köməkçisinə baxırsan. Do hansı zamandadır? İndiki zaman məchul növü nə olacaqdı? Əmizar. Əmizar. B variantında əmizar görmürsən. Aynen elin arasında qaldı. Aynen eynin arasında qarsan. D-ni də çıxırsan çünki mübtədan eynidir. Take care of. Aha, they take care of you. A'da bağlı. A'da onlar tərəfindən qarşısına qalınırsa, atdığım mübtədanı yazmaq üçün qarşısında by verməli idim. Elə qalır cavabım A variantı. 60'da de görüm Salih. Keçmiş zamanda. Mhm. Mhm. Aha, was were. A'dan bozdan sonra bir gəlir. Aha. D'də was were yoxdur. E'də də iz veribdi. Bu qaldı, C qaldı. Baxaq görək nə var. A, B variantında hi mübtədamda axı mübtədalarım eyni olmaz. Qalır cavabım C variantı. Aydın oldu mu? 61 Murat. Hansı zamandı Murat? Aha, nə axtaracam? Was were. Anı çıxır. Aha. Cında çıxır. Ay, sağ ol. Yeyində çıxır. Aha. Qalır birləndi. Aha, diqqət elə görün. Bir İkisində də was were var. Deyil. B niyə olmur? Şiva. Bəli, mübtədalarım eyni olmaz. Mübtədamı atmalıyam. D variantı. 62 Səbinə. Məhculda olan cümlələri seçdik. Bir düzgündür, bəli. To be participle to düsturu ödənibdir. Biri götürürəm. Bir də 4, bəli, D variantı. 3-də to be proud of ifadəsi. To be-li birləşməlidir. 2-də də was-dan sonra angry, acıqlı əsəbi sifət gəlibdir.